Ünvanlı dövlət sosial yardım alan ailələrdə 1 yaşınca uşağa, az təminatlarla 1 yaş uşağa müavinət təyin olunur, 100 manat məbləği var. Vətəndaşımızın müraciətində bildiyimiz kimi, yəni əvvəllər müraciət etmişdir, ailə tərkibi də həmin uşaq olmayıb, yəni sistem həmin uşağı görmür, yaşını müəyyən edə bilmir, o məlumatlar bizdə yoxdur. Yəni artıq ünvanlı dövlət sosial yardımı aldıqdan sonra uşaq dünyaya gəlib, ailə tərkibi dəyişib, ailə tərkibi dəyişib. Bu halda ünvanlı dövlət sosial yardımı dayandırılmır. Yəni əvvəllər belə hal olanda ünvanlı dövlət sosial yardımı dayandırılırdı, lakin yeni dəyişikliklər artıq qanunvericilik dəyişikliklərindən sonra bu hallarda ailədə yeni uşaq dünyaya gəldikdə ünvanlı dövlət sosial yardım dayandırılmır. Lakin ailə özü onu dayandırıb yenidən yeni ailə tərkibi ilə müraciət etməlidir ki, həmin uşağın hüququ ilə əlaqədar olaraq ailəyə sosial müavinət təyin olunsun. Və eyni zamanda da yenə ailə tərkibi dəyişdiyinə görə ünvanlı dövlət sosial yardımının da həm uşağa görə ünvanlı dövlət sosial yardımı təyin olunacaq və ünvanlı dövlət sosial yardımının da məbləği dəyişəcək.